Salam, hər vaxtınız xeyir olsun. Müstəqil Azərbaycanın müstəqil gəncləri. Dünyada azadlıqdan gözəl heç nə yoxdur. Hələ ki onu qanın, canın bahasına əldə edirsənsə. Bugünkü verilişimiz boyunca müasir gənclərimizin qazandığı uğurlar haqqında danışacağıq və qurtuluşunu bayram edən xalqımızı biz də MAK kollektivi adından ürəkdən təbrik edirik. Mən söhbəti çox uzatmadan elə qonağımı dəvət edib onunla söhbətimizə başlamaq istərdim. Qonağımız isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilmiş Seymur Hüseynovdur. Xoş gəlmişsiniz, buyurun. Yaşa var o Azərbaycan, mən borcluyam. Seymur, xoş gördük siz studiyamızda. Bugün biz həmçinin də Qurtuluş gününü qeyd edirik. Bu münasibətlərə sizi təbrik edirəm. Həmçinin yeni vəzifəyə təyin olunmusunuz. Elə iki qat demək olar ki, sizin üçün bayram gündür bugün və bu münasibətlərə sizi təbrik edirəm. Yeni mövqe, yeni vəzifə, həm də yeni məsuliyyət deməkdir. Necə gedir işləriniz? Təşəkkür edirəm ilk öncə dəvətiniz üçün. Bayramımız mübarək olsun. Təbrikləriniz üçün təşəkkürlər. Mən artıq 10 ildir ki, Gənclər Siyasət sayəsində fəaliyyət göstərirəm və inanıram ki, yeni vəzifəyə seçiləndən sonra da öz fəaliyyətimi bu sahədə davam etdirəcəm. Azərbaycan gəncliyi üçün, Azərbaycan dövləti üçün çalışacağım. İllərdir ümumiyyətlə gənclər sektorundasınız və gənclər təşkilatlarının formalaşmasında ümumiyyətlə Heydər Əliyevin irsindən danışırıq. İstəyirik ki, bu haqda yəni sizin təcrübəniz böyükdür, məlumatlarınızı verəsiniz. Ümumiyyətlə gənclər təşkilatlarının müasir dövrdə gənclərin inkişaf etdirilməsinə hansı kimi tövhələri var? Siz ümummilli liderin fəaliyyəti haqqında danışmağa bir veriliş vaxt kifayət eləməz və mən çox ümumiyyətlə şadam ki, müasir gəncliyimiz həqiqətən də ümummilli liderin irsini çox yaxından tanıyır və burada da gənclərlə işləyən qurumların, xüsusən də Gənclər və İdman Nazirliyinin rolu böyükdür. Çünki davamlı olaraq maarifləndirici tədbirlər, layihələr həyata keçirilir və ən yeni tariximizlə gənclərimiz tanış olur. Mən ümummilli liderin iki çıxışını və iki işlətdiyi belə deyək cümləni xatırlatmaq istəyirəm, hansılar ki, bilavasitə gənclərlə əlaqəlidir. Bunlardan biri ümumiyyətlə Azərbaycan inkişafı ilə bağlı işlətdiyi Azərbaycan dünyaya günəş kimi doğacaq ifadəsidir. Bunlardan ikincisi də Azərbaycan gənclərinin birinci forumunda yekun nitqdə istifadə etdiyi bir sözdür, söylədiyi bir sözdür ki, bugün Azərbaycan gəncliyinin müxtəlif sahələrdə problemləri var. Mən şəxsən söz verirəm ki, bu problemlər həll olunacaqdır. Bir hissəsi bugün, bir hissəsi sabah, bir hissəsi ondan sonra. Ancaq gənclərin bütün problemləri öz həllini tapacaqdır. Bugün illər sonra biz görə bilərik ki, həqiqətən də ümummilli liderin çəkdiyi xətt davam olunur və ildən ilə, gündən günə gənclərin müxtəlif sahələrdə problemləri həll olunur. İstər gənc ailələrin sosial təminatı məsələlərində, istər gənclərin asudə vaxtının təşkilində, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına, məşğulluğunda, bütün sahələrdə biz bugün deyə bilərik ki, Azərbaycan gəncinin çox müxtəlif imkanları var və o bu imkanlardan yararlanmaq iqtidarındadır. Bəli. Ümumiyyətlə, azadlıq, müstəqillik heç də asanlıqla əldə olunmur. Çox böyük əziyyət hesabına, canlar, qanlar bahasına əldə olunur və bunda da təbii ki, insanların, xalqın, vətənpərvərlik ruhunun çox böyük əhəmiyyəti var və istərim ki, məhz bu haqda danışaq. Necə düşünürsünüz? Müasir dövrdə gənclərimizin vətənpərvərlik ruhu hansı səviyyədədir? Bugün biz deyə bilərik ki, Azərbaycan müstəqil ölkədir həqiqətən də və Azərbaycan həm öz daxilində, həm də öz xaricində siyasətini qura bilir. Və bu müstəqil siyasətin aparılmasında da əlbəttə ki, cəmiyyətin vətənpərvər olması, cəmiyyətin vətənə bağlı olması çox vacibdir. Əl-əfsus da gənclərimizin vətənə bağlılığı. Vətənpərvərlik sözü mənim fikrimcə heç də hansı nəzəriyyələr, yazılmış kitablar və pafoslu sözlərdən ibarət deyil. Vətənpərvərlik anlayışı və vətənpərvərlik hissi hər bir insanın içindədir, qanındadır. Bu, onun hərəkətlərindən irəli gələn bir dəyərlərdir. Yəni, bugün Azərbaycan gənci öz təhsili ilə məşğul olursa, öz dövləti üçün çalışırsa, öz sahəsində fəaliyyətini uğurla qurursa da, deməli o vətənpərvərdir. Əgər Azərbaycan gənci xaricə gedəndə bir idmançı kimi, bir incəsənət xadimi kimi orada yer qazanırsa, Azərbaycan bayrağını qaldırır və Azərbaycan himnini səsləndirirsə, deməli o vətənpərvərdir. Bəli.
Həqiqətən də belədir. Ona görə də yəni biz fəxr edirik ki, bizim müasir gənclərimiz durmadan öz üzərlərində çalışırlar, inkişaf edirlər və istənilən sahədə artıq ölkəmizi yəni xaricdə, beynəlxalq sferada layiqincə təmsil edə bilirlər. Ona görə də biz çox sevinirik və düşünürük ki, həqiqətən də ölkəmiz, müstəqil Azərbaycanımız etibarlı əllərdədir və bu cür inkişaf etsək, həqiqətən də dünyaya günəş kimi doğacağıq və doğruq da demək olar ki. Və istərdim ki, ümumiyyətlə sizin fəaliyyətinizdən başlayaq danışmağa. Ümumiyyətlə artıq yeni bir vəzifəyə təyin olunmusunuz, gənclər təşkilatlarını ətrafınızda toplamısınız. Bundan sonra hansı istiqamətdə işlər görməyi planlaşdırırsınız? Gənclər Təşkilatları Milli Şurası böyük tarixçəsi olan bir təşkilatdır, platformadır. Artıq 20 ildir ki, Azərbaycanda mövcuddur və ölkədə baş verən çox mühüm proseslərin iştirakçısı olubdur. Bugün Milli Şura Azərbaycanın vahid gənclər təşkilatlarının platformasıdır. Buraya 114 gənclər təşkilatı daxildir, hansılar ki, çox müxtəlif sahələrdə təmsil edir. Gənclərin sahibkarlıq fəaliyyəti, asudə vaxtlarının təşkili, könüllüyə cəlbi, hərbi vətənpərvərlik ruhda yetişdirilməsi və digər sahələr. Milli Şura olaraq biz çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycanda gənclər təşkilatlarının inkişafına öz töhfəmizi veririk. Gənclər təşkilatlarını təlimləndirək, onlar üçün müxtəlif xidmətlər və servislər təşkil edək, onların fəaliyyətinin genişləndirilməsinə yardımcı olaq. Digər tərəfdən Milli Şura gənclərin səsini təmsil edən bir platforma olaraq beynəlxalq əlaqələrlə də çox ciddi şəkildə məşğul olur. Belə ki, bugün Gənclər Təşkilatları Milli Şurasının dünyanın 120-yə yaxın ölkəsi ilə iki tərəfli və çox tərəfli əlaqələri var. Bura həm Avropa ölkələri daxildir, həm Latın Amerikası, Afrika və digər qitələrdə yerləşən ölkələr də daxildir. Bu günləri Milli Şura həm Avropa Birliyi, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatları və digər qurumlarla əməkdaşlıq edir və bu əməkdaşlığın da bir vahid məqsədi var. Azərbaycanın maraqlarını xaricdə təmsil etmək, Azərbaycan gəncinin səsini dünyaya çatdırmaq. Üçüncü bir istiqamətimiz, çox vacib istiqamət, Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dəstəkdir. Bunun çərçivəsində bizim əsas işimiz müvafiq dövlət qurumları ilə birgə Azərbaycan gəncliyi dövlət proqramlarının, gənclər siyasəti haqqında qanunun, digər sənədlərin icrasında və yaradılmasında iştirakçılığımızdır ki, bilirsiniz ki, son illərdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə dəfələrlə müxtəlif səpkili dövlət sənədləri hazırlandığı anda sənədlər Sovet vaxtı olduğu kimi yuxarıdan aşağı deyil, yəni nazirlik yazır, gənclər edir. Tam əks bir istiqamətdə. Gənclər tərəfindən təkliflər və ideyalar toplandıqdan sonra təhlil olunmaqla vahid sənətə çevrilməklə bu proses həyata keçirilə bilər. Biz də Milli Şura olaraq bu proseslərin təbii ki, fəal iştirakçısıyıq və fəal iştirakçı olmağa davam edəcəyik. Çox gözəl və nəzərə alsaq ki, hazırda bizi izləyən kütlənin əksəriyyəti gənclərdir və mən istərdim ki, siz də bir gənc kimi və həmin gənclərin toplaşdığı təşkilatları istiqamətləndirən bir şəxs kimi onlara öz təklif və tövsiyələrinizi verəsiniz. Ümumiyyətlə, gənclər hansı istiqamətlərdə daha çox fəallıq göstərsələr, həm ölkəmiz, həm də özləri üçün yaxşı bir addım atmış olarlar. Mən hesab edirəm ki, gənclər ümumiyyətlə çox müxtəlif olmalıdır. Gənclər elə müxtəlifdir və onlar müxtəliflik sevirlər. Gənclərimiz elə mən də içi daxil olmaqla rəngarəngdir. Hərəmiz bir sahə ilə məşğul oluruq. Kimsə idmanda, kimsə incəsənətdə, kimsə bizneslə məşğul olur. Kimsə siyasətdə, beynəlxalq əlaqələrdə fərqi yoxdur. Harada olmasına asılı olmayaraq çox vacibdir ki, hər bir gəncimiz Azərbaycanlı olduğunu və Azərbaycan üçün çalışmalı olduğunu unutmasın. Gənc nəsil daima təşəbbüskar olmalıdır. Gənc nəsil problemi gördükdən sonra onun həll yollarını təklif etməlidir. Mən hesab edirəm ki, bugün gəncliyimiz məhz bu istiqamətdə getməlidir. Gəncliyimiz 20 il öncə gənclərimizin haqqı və hüququ var idi ki, dövlətdən tələb eləsin nəysə. Biz deyə bilərdik ki, bizə gənclər evləri lazımdır, bizə təhsil verin, xaricdə oxumaq imkanı verin, qrantlar ayırın və s. və axır. Bugün artıq bizim bu mənəvi haqqımız yoxdur. Çünki artıq dövlət bizim üçün bunu təmin elədi, bizim üçün infrastrukturu verdi. Bugün artıq bizim vaxtımızdır ki, mövcud olan infrastrukturdan istifadə edərək cəmiyyətdə olan, qalan müxtəlif problemlərin həlli yolunda dövlətlə birlikdə təşəbbüs göstərək və o problemləri həll edək. Bu, həm biz gənclik üçün yaxşıdır, həm bizdən sonraki nəsillər üçün yaxşıdır. Mən təşəkkür edirəm gəldiyinizə görə. Həqiqətən də sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, bundan sonraki fəaliyyətiniz daha gözəl olacaq və gənclərimizin xeyrinə daha müsbət addımlar atılacaq, gözəl layihələr həyata keçirəcək. Çox xoş oldu bu söhbəti aparmaq. Bir daha bayramınızı təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Təşəkkürlər.
Dostlar, gəncliyimizdəki yeniliklərdən xəbər tutmaq istəyirsiniz? Elə isə diqqətlə sıradakı xəbər rubrikasını izləyin. Baxaq. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Youth Inc. gənclərin sahibkarlıq proqramı çərçivəsində Paylaş, Qazan, Biznesinə Başla adlı onlayn müsabiqənin yekun mərasimi keçirildi. Layihənin həyata keçirilməsinin əsas məqsədi o idi ki, Azərbaycanda sahibkarlığın dəstəyini yeni bir modelin gətirilməsində ilk addım atmaq. Bu model Amerika və Avropada geniş yayılmağa başlayıbdı və crowdfunding adlanır, yəni xalq tərəfindən maliyyələşmə. Model nədən ibarətdir? Onu göstərir ki, gənc sahibkar və ümumiyyətlə sahibkarlar öz məhsulunu internet vasitəsilə yayımlamağa başlayır və daha sonra cəmiyyətin nümayəndələri, adi insanlar həmin layihələrə dəstək göstərməyə başlayır. Paylaş Qazan öz biznesinə başla layihəsi gənclərə, gənc sahibkarlara dəstək olsun, maarifləndirmə bir iş aparsın, tanıtsın ki, insanlar, gənclər görsünlər ki, Azərbaycanda sahibkarlıqla məşğul olmaq asandır və onlar kimi gənclər artıq bunu başlayıb. Layihədə müxtəlif universitetlərin tələbələri və gənc sahibkarlar iştirak edirdilər. Qalib gələn gənclər öz təəssüratlarını Magla bölüşdülər. Mənim ideyam Free Wi-Fi adlanır. İdeyanın məqsədi Bakıda Free Wi-Fi şəbəkəsini yaratmaqdır. Bunun həm sosial tərəfi var. Adi insanlar, hansı ki Wi-Fi-də daimi istifadə edir, onlar üçün rahat olar. Həm də ki biznes tərəfi var. Biznes tərəfi isə o Wi-Fi-ya qoşulmaq üçün sadəcə 1-2 dəqiqəlik video çarxına və yaxud adi reklam banner'a baxmaq kifayət olacaq ki, ondan sonra sürətli, etibarlı və rahat internetdən istifadə ola bilər. Edumap.org təhsil portalı ideyasından qoşuldum. Layihənin məqsədi əsasən gəncləri ödənişsiz təlimdir, sərgilərdir, müsabiqələrdir. Mən Starbucks layihəsi ilə təmsil olunuram bu müsabiqədə 3-cü yeri tutdum. Starbucks layihəsi layihələrin idarə olunması sahəsində insanlara outsourcing xidmətləri verən bir şirkətdir. Həmçinin qaliblərlə Youth Inc. gənclərin sahibkarlıq proqramı arasında əməkdaşlıq memorandumu imzalandı. Memoranduma əsasən qaliblər öz ideyalarını həyata keçirmək üçün minimum 3 ay ərzində Youth Inc. proqramının təklif etdiyi xidmət və imkanlardan yararlana biləcəklər. Biz də MAG adından layihədə qalib gələn gəncləri təbrik edirik. Azərbaycan gəncliyi də elə Azərbaycanın özü kimi günbəgün uğur qazanmağa davam edir. Səsi ölkəmizdən kənardan gələn o qədər gəncimiz var ki, onlardan hansını seçək, hansını bugün qonaq dəvət edək deyə çox düşündük və ayağını tapıb onu dəvət etməyə qərara aldıq. Məncə onu tanımaq və onun uğurları ilə tanış olmaq sizə də çox maraqlı olacaq. Elə isə gəlin onu qarşılayaq. Ayağın xoş gəlmisən, buyur. Ayağın xoş gəlmişsən studiyamıza. Mən istəyərdim ki, ilk olaraq səni bugünkü gün münasibəti ilə təbrik edim. Qurtuluş günü biz qeyd edirik bugün və uğurlu bir gəncsən həqiqətən də. Sənin diplomlarını, sertifikatlarını saya-saya bitirə bilmədim orada. Həqiqətən də şoka düşdüm və sənə söz də atdım ki, imkan ver, qoy başqa gənclər də uğur qazansın da. Amma həqiqətən yəni təbrik edirəm bu uğurlar münasibəti ilə. Ölkəmizin və həmçinin öz adını da hər zaman yüksəklərə qaldırırsan, qaldırmağa da davam elə. İstərdim ki, səni gənclərimiz biraz yaxından tanısınlar, təhsilin haqqında, özün haqqında, maraqların haqqında bizə qısa məlumat ver, sonra isə məhz sənin son uğurların haqqında danışacağıq. Mən Bakı Avropa Liseyinin Rus sektorda 11-ci sinifdə oxuyuram. Məktəbi bitirirəm və tibb universitetində oxumaq, həkim olmaq və elmi işlərlə məşğul olmaq istəyirəm və arzularıma çatmaq üçün çox çalışıram. Biologiya elmi mənim üçün çox maraqlıdır və ən böyük uğurlarım kimya və fizika ilə yanaşı biologiya, tibbi biologiya bağlıdır. Gələcəyin həkimi olacaqsan deməli və insanları sağaltmaq, onlara sağlam həyat bəxş etmək üçün çalışırsan. Həqiqətən də çox yaxşıdır ki, bizim gələcək həkimlərimiz bu cür savadlı gənclərdən seçiləcək. Çünki həqiqətən də dostlar, burada o qədər sertifikatlar, o qədər belə deyək də, diplomlar var ki, yəni saymaqla bitirmək olmaz. İstərdim ki, elə məhz başlayaq bu sertifikatları qazanmağından. Ümumiyyətlə, hansı yarışlarda iştirak eləmişsən, hansı fənlərlə bağlıdır bu keçirilən yarışmalar? Bir neçə il ondan qabaq mən
nanotexnologiyada çox böyük marağım yaranmışdı və mənim çox maraqlı idi. Nano hissəciklər canlı aləmə necə təsir göstərməsi mənə çox maraqlı idi. Və mənim Bakı Dövlət Universitetində nano laboratoriyasında işləmək imkanı olmuşdu. Bu imkana görə mən Bakı Avropa Liseyinə və Bakı Dövlət Universitetinə çox minnətdaram və öz təşəkkürlərimi bildirmək istəyirəm. Bəli, məhz həmin laboratoriyada sən artıq məşğul olmağa başladın və sevdiyin o nano elementləri kəşf etməyə başladın. Hansı yarışlara qatıldın və mən bildiyimə görə ölkə xaricində bir sıra yarışmalarda iştirak eləmisən və orada da qalibiyyətlər əldə eləmisən. İstərdim ki, məhz bu uğurların haqqında biraz danışaq. Mən və iki sinif yoldaşım, məktəb yoldaşlarımdır. Fuad və Farruh. Onlar birisi indi Almaniyada oxuyur, o biri isə Seçinov adına Tibb Universitetində Bakıda oxuyur. Biz bir yerdə proyektimi başladıq və sonra gördük ki, bu proyekt çox masştablı belə və böyük proyekt. Necə adlanırdı proyektiniz? Birinci hissəsi nano hissəciklərin təsiri, bitkilərə təsiri və nanotoksikologiya, negativ təsiri. Və biz bu proyektimi Amerikaya göndərdik və bu proyekt finala çıxdı. 10.000 proyektdən 400 proyekt çıxdı və biz orada qızıl medal aldıq və birinci yerlə qayıtdıq. Super, həqiqətən də çox böyük bir uğurdur bu. Yəni, dünyanın bir sıra ölkələri içərisində birinci yerə çıxıb qızıl medal almaq və Azərbaycanlı gənc tərəfindən bunun edilməsi həqiqətən də çox böyük qürur verir insana. 100-dən çox ölkə idi orada və bizim proyekt birinci yer aldı və mən çox şad idim, çünki bilirsiniz, biz orada 400 layihə var idi orada və Amerikadan uşaqlar, məsəl üçün, Azərbaycanı heç tanımırdılar. Azərbaycanı birinci dəfə eşidirdilər və mənim üçün çox belə, mən fəxrlə dururdum orada. Orada Azərbaycan bayrağı biz qaldırdıq və mənim üçün çox belə... Qürur verici məqamlar idi, həqiqətən də. Yəni, sən orada təkcə layihəvi qalib etmədin, həmçində ölkəni təmsil etdin, ölkəni tanıtdın orada. Mən orada duranda fikirləşdirdim ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Çox gözəl. Həqiqətən də biz də fəxr edirik ki, məhz sənin kimi savadlı, dünya görüşlü gənclərimiz var və ölkəmizi gedirlər xaricdə bu cür gözəl şəkildə təmsil edirlər. Amma yəqin ki, bununla bitmir sənin iştirakların. Başqa layihələrində olub, başqa layihələrdə də iştirak eləmirsən. İstərəm ki, elə hamısı haqqında qısa-qısa məlumatlar verək. Sonra biz qayıtdıq. Mən bu proyektlə işləyirdim, davam elədim onu. Və bu il fevral ayında biz Sabahın alimlərində iştirak etmişdik. İki oğlanla, biz məktəb yoldaşlarımla, Arif və Nurəddin. Biz ikinci yer aldıq orada. Amma sonra biz davam elədik. Mən tək davam elədim bu proyektimi. Gördüm ki, yenə də çox masştablı proyekt alınıb və biz bu proyekti Türkiyəyə göndərdik, İstanbula. Və mən yenə də finala keçdim və may ayında mən İstanbulda birinci yer yenə də qazandım. Wow, super. Və mən burada sertifikatlardan və diplomlardan əlavə medallar da görürəm və kubok deyirik də buna, kuboklar da görürəm. İstərdim ki, elə bunlar haqqında danışaq. Bunları harada qazanmışsan? Bu İstanbul Olimpiyadasında. Yəni bu yaxınlarda keçirilmiş, qalib olduğun məhz Olimpiyadadan verilib bu sənə. Bu medal da yəqin ki, oradandır. Bəli. Bu qızıl medal Amerikadan biz gətirdik və bu kubok isə bizim Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi verilib Azərbaycan gələcəyi kimi. Burada da kubok onun, Azərbaycanın gələcəyi. Çox gözəl, həqiqətən də uğurların davam edir və istərdim ki, biraz da sənin haqqında söhbətimizə davam edək. Ayan, artıq 11-ci sinifdəsən və dərslərin necə gedir deyə soruşmayacağım, çünki görürəm ki, hər şey əla vəziyyətdə gedir. Sənin üçün artıq dərsləri öyrənmək o qədər də məncə böyük problem deyil, çünki sən onları qoymuşsan qırağa, hətta nano elementlərə keçmişsən öyrənməyə. Qırağa qoymadım, mən çalışıram. Yəni onlar sənin üçün artıq məncə sadədir, belə deyək də, artıq daha mürəkkəb işlər görməyə başlamısan bu yaşda.
Yox, təbii ki, mən məktəbdə çalışıram, ancaq 5-lər qazanım, ancaq 4-də olması məndə Sınaq imtahanlarına girmirsən yəqin ki. Necə nəticələr əldə eləmisən? yaxşı nəticələr, amma mən çox istərdim ki, mən məsəl üçün digər ölkələrdə təhsil alım və cürbəcür ölkələrdə, məsəl üçün Türkiyədə, Almaniyada, Amerikada və bu bilikləri əldə etmək və sonra Azərbaycana qayıtmaq. Bunu Azərbaycana mənim öz bəlkə təzə proyektimi, bəlkə də bir neçə il sonra mən laboratoriya açacağam, kim bilir indi. Bəli, niyə də olmasın, təbii ki, elə sənin kimi gənclər bu cür işləri görməlidir ki, ölkəmizdə də tibb sahəsi də inkişaf eləsin və qabağa getsin. Yəqin ki, artıq yəni dərslər bitib və imtahanlar yəni verib bitirmisən və sınaq imtahanlarında daxil olmusan, yaxşı nəticə əldə eləmirsən bildiyim qədərilə. Necə də həyəcanlısanmı? Yəni nələr gözləyirsən qəbul imtahanından? Bilirsiniz, mən dediyim kimi mən xaricdə istəyirəm. Yəni hazırda xaricə hazırlaşırsan imtahana? Bəli, və mən imtahanı verdim. Necə oldu nəticə? Çox yaxşı nəticələrdir. Artıq qəbul olmusan. Demək olar ki, təbrik edə bilərik səni. Çox sevindim. Təbrik edirəm səni bu münasibətlə. Və istərdim ki, biraz maraqların haqqında danışaq. Artıq demək olar ki, problemləri biz qoyduq qıraqda. Yəni universitetdə seçmisən yəqin ki, təhsilini uğurla başlayacaqsan sentyabr ayından etibarən və rahat nəfəs ala bilərik artıq. Bəli. Çox sevinclisən bu istiqamətdə və bəli, maraqlarını da danışaq. Biologiyanı bildik ki, çox maraqlısan. Yəni elmlə, ümumiyyətlə, həqiqətən dərindən maraqlanırsan. Bəs başqa hansı istiqamətdə maraqların var? Birincisi, elmlə demək olar ki, nanotexnologiya siz bildiyiniz kimi mənim çox maraqlıdır. Çünki nanotexnologiyalar elmin gələcəyidir və gələcəyin elmidir. Və biotexnologiyalar, hər şey buna mənim çox maraqlıdır və tibbdən başqa mən istərdim ki, gələcəkdə mən nanotexnoloq bəlkə də olum və bu bilikləri bir yerdə tamamlaşım və nəsə böyük bir proyekt eləyim. Və mən çünki çox istərdim ki, Azərbaycanın alimlərin adı da bəlkə Nobel mükafatına layiq olunsunlar. Ondan sonra mən musiqi məktəbi qurtarmışam. 7 illik musiqi fortepiano yoxsa? Fortepianodan. Bəli. Ondan sonra mən rəqslə məşğul olmuşam. Milli rəqslər yoxsa xarici? Xarici, milli, cürbəcür rəqslərdən və 2013-cü, 14-cü illərdə bizim komandamız birinci yer tutdu. Bəli, Bakı çempionatı və Azərbaycan çempionatı. Mən çox sevirəm rəsm çəkmək və məsəl üçün 3-4 il bundan qabaq Avropa Birliyi olimpiyada keçirilib rəsmdən və mən yenə də birinci yer tutdum və bir illik ingilis kursları mənə hədiyyə olub. Yəni say qutarmır da bu Ayanın istedadları saymaqla bitmir. Həqiqətən də yəni nadir tapıntısan deyərdim Ayan bizim ölkəmiz üçün. Həqiqətən də səni tanımaq çox xoş oldu. Yəni bu uğurlarını bölüşmək, yəni fəxr ediləsi məqamlar var burada. Mən sənə təşəkkür edirəm gəldiyinə görə. Həqiqətən də yəni uğurlarının davamlı olmasını istəyirəm və bu cür davam eləsən, məncə istəklərinə tam olaraq nail olacaqsan və son olaraq da istərdim ki, səninlə birlikdə burada xatirə fotosu çəkdirək və bugündən yadigar olaraq saxlayaq. Çox sağ olun. Bax belə gənclər, hamımız vətən, xalq, dövlətçilik naminə bir olmalıyıq. Uğurlarımızla Azərbaycan adını bütün dünyada səsləndirməliyik. İşimiz isə hələ çoxdur. Bugünlük isə bu qədər. Görüşənədək. Hələlik. Obam elim, baldan şirin, ana dilim, var qəlbim.